Salam əziz kimyasevərlər. Bugün sizinlə dövrü qanun, dövrü sistem, atomun quruluşu bölməsindən ətraflı yazı tələb olunan tapşırıqların izahına baxaq. Birinci sualda bizə deyir X elementi sıra nömrəsi 19 və Y elementi sıra nömrəsi 16. X və Y-dən əmələ gəlmiş bir birləşmənin 1 molunda atomların mol sayını və elektronların mol sayını hesablayın. Gəlin əvvəlcə baxaq X elementinə. Deməli, X elementi sıra nömrəsi 19-dur. Elektron konfigurasiyası olacaq 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d və 4s1. Bu şəkildə olacaq X elementi. Y elementinə baxırıq. Sıra nömrəsi 16-dır. Yazırıq 1s2, 2s2, 2p6, 3s2 və 3p4. İndi baxaq bunlar hansı birləşməni əmələ gətirirlər. Yazırıq X, Y. Yadımızda saxlayaq ki, hansının qrupunun nömrəsi çoxdursa, deməli həmin element daha elektromənfidir və elektron alan həmin element olmalıdır. Y elementi yerləşir 6-cı qrupda. 8 olması üçün ona 2 elektron lazımdır. Oksidləşmə dərəcəsi -2 olacaq. X elementi isə 1-ci qrupda yerləşir və 0 olması üçün həmin o bir elektronu verəcəkdir. Deməli bizim formulumuz olacaq X2Y şəklində. Daha sonra sualda deyir ki, 1 molunda olan atomların mol sayını tapın. Baxırıq ki, burada 2 dənə X atomu var və 1 dənə də Y atomu var. Deməli, birləşməmizdə 3 mol atom var. Daha sonra elektronların mol sayını hesablamağımızı istəyir. X-in 19 elektronu var. X atomu 2 dənə olduğuna görə 19-u 2-yə vuracağıq. Üstünə gələcək Y-in 16 elektronunu, o da bizə verəcəkdir 54. İkinci sualda deyir, sıra nömrəsi 24 olan element atomunda tək elektronlar ümumi elektronların neçə faizini təşkil edir və 3-cü energetik səviyyədə olan elektronların sayını yazın. Deməli, yadımıza salaq ki, 24 və sıra nömrəsi 29 olan elementlərdə bildiyimiz kimi bizim qaydamız belədir ki, elektron konfigurasiyasını yazırıq. 3D-də elektronlar dolmamışdan əvvəl, deməli, 4-cü energetik səviyyənin S yarım səviyyəsinə 2 elektron dolduqdan sonra qalan elektronlar 3D-yə dolmalıdır. Amma 29 ilə 24-də belə bir istisna var ki, 4s2 yox, 4s1 olduqdan sonra qalan elektronlar 3D-yə dola bilər. İndi gəlin sıra nömrəsi 24 olan elementin konfigurasiyasını yazaq. Yazırıq X elementi sıra nömrəsi 24. Elektron konfigurasiyası olacaq 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d-ni yazırıq, boş saxlayırıq, 4s1 və qalan 5 elektronumuzu yazırıq 3d-yə. Deməli, bizdən istəyir ki, tək elektronlarımızın sayını yazaq. Deməli, 3d5 və 4s1-də olan elektronlarımız təkdir. Deməli, 5 tək elektron 3d-də var. Bir dənə də tək elektron 4s-də var. Deməli, cəmi bizim 6 tək elektronumuz var. Ümumilikdə isə 24 elektronumuz var. Yazırıq 24 əgər 100%-dirsə, 6 tək elektronumuz neçə faiz olacaq? X bərabərdir 6 vuraq 100 bölək 24 bizə verəcək 25%. Daha sonra deyir ki, 3-cü energetik səviyyədə olan elektronların sayını hesablayın. 3-cü energetik səviyyədə S yarım səviyyəsində 2 elektron, P yarım səviyyəsində 6 elektron, D yarım səviyyəsində isə 5 elektron var. Deməli, 8-in üstünə 5 gəlirik, o da bizə verəcək 13 elektron. Növbəti sualda deyir, X17-37N ionunun tərkibində proton, neytron və elektronların cəmi 55-dirsə, deyir ki, N və Y19-9N ionunda elektronların sayını yazın. Deməli, X atomu proton sayı 17-dir, nisbi atom kütləsi 37-dir, yükü isə N-dir. Deməli, bizim neytronumuz bərabərdir. Nisbi atom kütləsi çıxılsın proton. Deməli, neytron bərabər olacaq 37-dən çıxacaq 17-ni bərabərdir 20-yə. Deməli, 20 neytronumuz var. Proton sayımız da 17-dir. Yazırıq ki, proton sayı 17 üstəgəl neytronumuz 20.
Üstəgəl elektron sayını bilmirik. 3-ünün cəmi bizə verəcək 55. Buradan elektron sayını tapmaq üçün 55-dən 20-ni və 17-ni çıxırıq. O da bərabərdir 18-ə. Deməli, bizim 18 elektronumuz var. Daha sonra bizdən eni tapmağımızı istəyir. Bizim belə bir düsturumuz var. Yük bərabərdir proton çıxılsın elektron. Deməli, protonumuz 17-dir. Elektronumuzu da 18 tapdıq. Deməli, yükümüz bərabər olacaq -1-ə. Yəni, n bərabərdir -1. Daha sonra deyir ki, Y 9, 19, N iyonunda biz N'i -1 tapdıq. Deyir, elektron sayını yazın. Proton sayımız 9'dur. Proton sayından elektron sayını çıxanda yük alırıq. Buradan da proton sayımız 9'dur. Yazırıq 9 çıxılsın elektron bərabərdir -1. Elektronun buradan 10 olduğunu tapacağıq. Dördüncü sualda bizə X və Y iyonunu verir. Neytron sayını hər ikisində A, elektron sayını isə hər ikisində B verir. Deyir ki, N və M-i hesablayın. Gəlin əvvəlcə X iyonundan başlayaq. Deməli, burada neytron sayını A deyir. Burada baxırıq ki, nisbi atom kütləsi 40-dır, proton sayı 20-dir. Nisbi atom kütləsindən proton sayını çıxanda biz neytron sayını tapırıq. Yəni, 40-dan 20 çıxacağıq. Tapacağıq ki, neytron sayı burada A-ya bərabərdir. Y elementi üçün də həmçinin neytron sayını A ilə işarələdiyinə görə, deməli, burada da neytronların sayı 20-yə bərabər olacaq. Daha sonra X-da elektron sayına baxaq. Deməli, proton sayımız 20-dir, yükümüz 2 müsbətdirsə, deməli, burada elektronumuzun sayı olmalıdır. 20-dən 2-ni çıxacağıq, 18. Daha sonra isə Y-də də yenə də həmçinin burada biz B-ni 18 götürməliyik. İndi M və N-i bizdən soruşur. M proton sayıdır. Biz neytron sayını tapmışıq 20. Deməli, 36-dan 20-ni çıxacağıq. M bərabər olacaq 19-a. M bərabərdir 36 çıx 20 bərabərdir 16-ya. Deməli, proton sayı 16-dır. Proton sayı 16-dırsa, bizdən N istəyir, yəni yükü istəyir. Elektron sayımız da 18-dir. Yazırıq 16 çıxaq 18. 16 çıx 18. Yəni, proton çıxılsın elektron bərabərdir yük düsturuna əsasən də N-in 2 olduğunu tapırıq. 5-ci sualda bizə X, A2 müsbət iyonunu verir. Deyir, burada neytron sayı A-dır, elektron sayı B-dir. B-nin A-ya nisbəti 0,9-dur. Deməli, bizdə proton sayımız da A-dır. Yazırıq ki, deməli, yükümüz nəyə bərabərdir? Proton çıxılsın elektron. Yəni, A çıxılsın B bərabərdir 2-yə. Həmçinin buradan B-nin A-ya nisbətində 0,9 verir. Yəni ki, B bölünsün A bərabərdir 0,9-a. Buradan biz B-nin yazırıq B bərabərdir 0,9 A-ya. İndi gətirək B-nin qiymətini bu ifadədə yerinə qoyaq. Yazırıq ki, deməli, A çıxılsın 0,9 A. 0,9 A bərabərdir 2-yə. Deməli, A-dan 0,9 A çıxanda eləməlidir 0,1 A bərabərdir 2. Buradan A bərabər olacaq 20-yə. Deməli, bizim protonlarımızın sayı 20-yə bərabərdir. Daha sonra bizdən istəyir ki, X elementinin nisbi atom kütləsini hesablayaq. Nisbi atom kütləsi proton və neytronun cəminə bərabərdir. Protonumuz 20-yə bərabərdir. Protonu da A ilə işarələmişdik. Görürük ki, neytron sayını da elə A ilə işarələmişik. Yəni, neytron sayı da 20-yə bərabər olacaq. Deməli, ona görə də yazırıq 20 proton üstəgəl 20 neytron. Bu da nisbi atom kütləsi bizə verəcək 40. 6-cı sualda deyir ki, 3-cü dövr elementləri X, Y baş oksidinin formulu XO, Y2O5 və X atomunun proton sayını, Y atomunun minimum oksidaşma dərəcəsini hesablayaq. Deməli, yadınıza salaq ki, baş oksidlərdə elementin valenti elektronun yerləşdiyi qrupun nömrəsinə bərabərdir.
Deməli yazırıq XO. Burada oksigenin valenti bilirik ki, oksigen sabit valentlidir, 2 valent göstərir və buradan belə çıxır ki, X da 2 valentlidir. Deməli onun yerləşdiyi qrupun nömrəsi elə 2 olmalıdır. Üçüncü dövrdə yerləşdiyinə görə onun elektron konfigurasiyası X üçün olacaqdır 3s2. Daha sonra Y-in oksidini yazırıq. Y2O5, oksigen 2 valentlidir. Buradan belə çıxır ki, Y 5 valentlidir. Deməli, Y yerləşir 5-ci qrupda. Dövrümüz 3 olduğuna görə Y-in elektron konfigurasiyası olacaq 3s2, 3p3. Daha sonra deyir ki, X atomunun proton sayını. X atomunun proton sayını deməli, X-də deməli elektron konfigurasiyası olacaq 2, 8 və 3-cü dövrə 2 elektron qalıbdır. Ona görə X-in ümumi proton sayı bərabərdir 12-yə. Daha sonra deyir ki, Y-in minimum oksidləşmə dərəcəsini hesablayın. Y yerləşir gördüyümüz kimi 5-ci qrupda və minimum oksidləşmə dərəcəsini necə tapırıq? 8 olması üçün element neçə elektron almalıdır? 5-ci qrupda yerləşir, xaricində 5 elektron var. 8 olması üçün 3 elektron almalıdır. Ona görə minimum oksidləşmə dərəcəsi olacaq -3. 7-ci sualda bizə X, Y, T, L elementlərini verir. Deməli, X yerləşir 1-ci dövr 1-ci qrupda. Deməli, X-in elektron konfigurasiyası olacaq 1s1. Y yerləşir 2-ci dövr 5-ci qrupda. Deməli, elektron konfigurasiyası olacaq 2s2, 2p3. Daha sonra T elementi yerləşir 3-cü dövr 1-ci qrupda. Konfigurasiya olacaq 3s1. L elementi yerləşir 3-cü dövr 7-ci qrupda. Olacaq 3s2 və 3s2, 3p5. L elementi 3s2, 3p5 olacaq. İndi deyir ki, T və L-in əmələ gətirdiyi birləşmə molekulunda elektronların sayını tapın. Bura yazıram T elementi, bir də yazıram L elementi. Deməli, T elementi 3s1-dir, 1-ci qrupda yerləşir. L elementi 3s2, 3p5, 7-ci qrupda yerləşir. Burada elektron alan L olacaqdır. 7-ci qrupda yerləşir. 8 olması üçün 1 elektron lazımdır. T də həmçinin 1-ci qrupda yerləşir və 1 elektronu da verəcəkdir. Deməli, bizim formulumuz olacaq elə TL şəklində. Daha sonra deyir ki, burada olan elektronların sayını hesablayın. Deməli, T'nin elektron konfigurasiyası olacaq 2, 8, 1, yəni 11 elektron T'də var. L'də baxaq nə qədər elektron var. L'də olacaqdır 2, 8, 7. Burada da 17 elektron olur. Deməli, TL elementində elektronların sayı olacaq 28. Daha sonra deyir ki, X və Y əmələ gətirdiyi birləşmə molekulunda rabitələrin yaranmasında iştirak edən elektronların sayı. Baxaq və X və Y necə birləşmə əmələ gətirir. X 1-ci dövr 1-ci qrupdur. Y isə 2-ci dövr 5-ci qrupdur. Deməli, Y yerləşir 5-ci qrupda. Elektron alan Y olacaqdır. 8 olması üçün ona 3 elektron lazımdır. X də öz 1 elektronunu verəcək. Deməli, 3-ü gətirib yazacağıq X-in ayağında. Deməli, formulumuz olacaq X3Y şəklində. Rabitələrin yaranmasında iştirak edən elektronların sayı hər birində tək elektronlar qoşalaşaraq molekul əmələ gətirir. Deməli, X-da 1s1-dir. X-in bir tək elektronu sayı da 3 olduğuna görə yazırıq 1 vuraq 3. Yəni, hər bir 3x elementinin hər biri 1 elektron sərf edir. Üstə gəl, deməli, bizdə Y elementi də 2s2, 2p3-dür elektron konfigurasiyası. Burada tək elektronlar 2p3-dəki elektronlardır, hansı ki, hər biri 3 dənə X-in tək elektronu ilə qoşalaşıbdır. Deməli, Y-in də 3 elektronu iştirak eləyəcək. Üstə gəl 3 bizə verəcək 6 elektron. 8-ci sualda deyir X elementi ümumi elektron formulu NS2NPA, Y elementi elektron formulu NS2NPB. Deyir ki, valent elektronlarının cəmi 10-a bərabərdir. X elektron mənfiliyi ən böyük olan elementdir. Deməli, elektron mənfiliyi
ən böyük olan element fluordur və onun elektron konfigurasiyası 2s2 2p5 şəklindədir. Deməli, burada x2s2 2p5-dir. Yəni, A bərabərdir 5-ə. Deməli, A-nın 5 olduğunu tapırıq. Daha sonra bizə deyir ki, valent elektronlarının cəmi 10-a bərabərdir. Valent elektronları sonuncu yarım səviyyələrdə yerləşən elektronların cəmidir. Ona görə də fluorda 2s2 2p5, yəni 2, yəni yazırıq 2 üstəgəl 5 üstəgəl keçirik Y elementində S yarım səviyyəsində 2 elektron var. P yarım səviyyəsində B elektron var. Cəmləyirik, bərabər eləyirik 10-a. Buradan B bərabər olacaqdır. 10 çıxılsın 9, o da eləyir 1. Deməli, formulumuz NS2 NP1 şəklində olmalıdır. Deməli, buradan B də bərabərdir 1-ə. 9-cu sualda deyir, X24 atomunun normal vəziyyətində xarici təbəqəsindəki elektronların sayı A-dır. Daha sonra Y və Z-in əmələ gətirdiyi birləşmədə atomların sayı B, A və B-nin qiymətini istəyir bizdən. Deməli, X24 atomunun normal vəziyyətdə elektron konfigurasiyasını yazaq. Yazırıq X24, konfigurasiya olacaq 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d. Bildiyimiz kimi 24-də olur 4s1 və 3d5. Burada xarici təbəqəsindəki elektronların sayı, xarici təbəqə bizdə 4-cü təbəqədir və orada 1 elektron var, 4s1-dir. Deməli, A bərabərdir 1-ə. Daha sonra deyir ki, Y9 və Z13 yazırıq. Y9 elementi konfigurasiya olacaq 1s2, 2s2, 2p5. Deməli, bu yerləşir 7-ci qrupda. Daha sonra Z üçün yazırıq Z13, 1s2, 2s2, 2p6, 3s2, 3p1 yerləşir 3-cü qrupda. Deməli, Z ilə Y arasında əmələ gələn birləşməyə baxaq. Y yerləşir 7-ci qrupda 1 elektron alacaq. Z yerləşir 3-cü qrupda 3 elektron verəcək. Deməli, formulumuz olacaqdır ZY3. Deyir ki, birləşmədə olan atomların ümumi sayını tapın. Bir dənə Z atomu var və 3 dənə də Y atomu var. Deməli, cəmi burada 4 atom var. B də bərabərdir 4-ə. 10-cu sualda deyir, XO4 mənfi ionunda elektronların sayı 58-dir. X-in dövrü sistemdə mövqeyini yazın və X atomunda P elektronlarının sayı bütün elektronların sayının neçə faizini təşkil etdiyini hesablayın. Yazırıq XO4 mənfidə əgər elektron sayı deməli 58-ə bərabərdirsə, onda burada proton sayı bərabər olacaq. 58 çıx 1 bərabərdir 57-yə. XO4 mənfidə 57 proton var. Onun, deməli, oksigen 4 dənədir və hər birində 8 proton var. Yəni, bu 57-nin 8 vurulsun 4-ü oksigenin protonlarının sayıdır. Deməli, X-in protonlarının sayı olacaq 57 çıxaq 32, 25. Yəni, X-in 25 protonu var. Elektron konfigurasiyasını yazaq. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d, 4s2 və 3d5. Deyir ki, P elektronlarının sayı bütün elektronların sayının neçə faizini təşkil edir? 6 dənə P elektronu 2-ci səviyyədə, 6 P elektronu 4-cü səviyyədə, cəmi 12 P elektronu var. Yazırıq 12 X faizdirsə, ümumilikdə 25, 100 faizdir. Buradan X-i tapırıq. 12 vuraq 100 böl 25. Deməli, 25 ilə 100-ü ixtisar eləyirik. Yuxarıda qalacaq 4. 12-ni 4-ə vursaq, eləyəcək 48. Deməli, 48 faizi təşkil edir. 11-ci sualda deyir, X elementi dövrün nömrəsi 3, S elektronlarının sayı A, P elektronlarının sayı A plus 4.
X elementi yerləşir 3-cü qrup, 3-cü dövrdə. Ona görə 3-cü dövrə qədər onun S elektronlarını yazaq. Yazırıq 1s2, 2s2, 2p6, 3s2. Deməli, indi S elektronlarının sayına baxaq. 2, 4, 6. 6 dənə S elektronu var. P elektronlarının sayı A plus 4, yəni 6-nın üstünə 4 gələcək, eləcək 10. Deməli, 10 dənə P elektronu olmalıdır. O 10 P elektronunun artıq ikisi 2P6-da, 6-sı 2P6-dadır. Deməli, 3P-yə qalacaq 4 elektron. Deməli, bizim formulumuz oldu 3s2, 3p4. İndi X-in dövrü sistemdə yerini deyək. Sonuncu energetik təbəqəmiz, yəni 3 dövrü göstərir. Yazırıq 3-cü dövr. Daha sonra sonuncu energetik təbəqədə olan elektronların sayı isə qrupun nömrəsini göstərir. Yəni 6-cı qrup P elementi olduğuna görə də olacaq əsas yarım qrup elementi. İndi Y üçün baxırıq. Y yerləşir 2-ci dövrdə. Ona görə yazırıq 1s2, 2s2. Artıq bizim S elektronlarımızın sayı oldu 4. İndi P elektronlarımızın sayı olmalıdır. 4 üstə gəl 1, yəni 5. Deməli, burada 2P-yə də 5 elektron gedəcək. İndi X və Y-in əmələ gətirdiyi birləşmənin formulunu tapaq. Deməli, Y-də yerləşəcək 2-ci dövr, 7-ci qrupda. Yazırıq X, Y. Deməli, hər ikisi qeyri-metaldır. Ancaq qrupun nömrəsi çox olan elektron alan, qrupun nömrəsi az olan elektron verən olacaq. Deməli, Y yerləşir 7-ci qrupda. Ona görə də 18 olması üçün 1 elektrona ehtiyacı var. Oksidləşmə dərəcəsi oldu -1. X də yerləşir 6-cı qrupda. Xarici təbəqədə olan 6 elektronu verəcək. Deməli, formulumuz olacaq X, Y, 6. Növbəti sualda X, Y, Z elementlərini verir və onların sp elektronlarını deyir və əmələ gətirdikləri birləşmələrin formulunu istəyir. X elementi, deməli, hər üçü 3-cü dövr elementidir. Ona görə də 3-cü dövrə qədər olan elektronlarını yazaq. Deməli, S və P elektronlarının sayı X-də bir-birinə bərabərdir. Yazırıq 1s2, 2s2, 2p6, artıq 3-cü dövrə keçək, 3s2. Deməli, baxırıq ki, S elektronlarımızın sayı oldu 2, 4, 6. P elektronlarımızın sayı da 6-ya bərabərdir. Deməli, X-in konfigurasiyası olacaq bu şəkildə 3s2. Daha sonra Y üçün yazırıq. Y deməli, S elektronlarının sayı A-dır. P elektronlarının sayı isə S elektronların sayından 2 dəfə çoxdur. Ona görə yazırıq 1s2, 2s2, 2p6, 3s2. Deməli, biz 3s2 yazanda artıq S və P elektronlarımızın sayı bir-birinə bərabər olur. Ona görə də P S-dən 2 vahid çox olduğuna görə, deməli, formulumuz olacaq 3P2 şəklində. Daha sonra Z üçün yazaq. Deməli, Z-də baxırıq ki, P elektronların sayı A-dan 5 vahid çoxdur. Deməli, fikir verdik ki, 3S2 yazanda artıq S və P elektronlarımızın sayı bir-birinə bərabər olur. Deməli, burada olmalıdır 3P5. Deməli, Z-in formulu oldu 3s2, 3p5. Deyək ki, X və Y-in əmələ gətirdiyi birləşməni yazaq. Yazırıq X, Y. Deməli, X yerləşir 2-ci qrupda, Y yerləşir 4-cü qrupda. Elektron alan Y olacaq. Deməli, 4 elektron almalıdır. X isə 2 elektron verməlidir. Formulumuz olur X4, Y2 şəklində. Onu da ixtisar eləsək, qalacaq X2, Y. Deməli, formulumuz oldu X2, Y. Daha sonra Y ilə Z-in əmələ gətirdiyi birləşməni istəyir. Yazırıq YZ. Deməli, Y yerləşir 4-cü qrupda. Z isə yerləşir 7-ci qrupda. Deməli, elektron alan Z olacaq. 8 olması üçün 1 elektron lazımdır. Y də xaricdəki 4 elektronunu verəcək. Deməli, formul olacaq YZ4 şəklində.
13-cü sualda deyir, X və Y atomlarında protonların cəmi 40, fərqi isə 8-dir. XO4 2 mənfi və YO4 2 mənfi də elektronların sayını yazın. Deməli, X atomunda fərz eləyək ki, elə protonların sayı X-dir, Y-də də protonların sayı Y olsun. Deməli, bunların cəmini 40 kimi yazırıq. X üstə gəl Y bərabərdir 40-a. Fərqini isə 8 kimi yazaq. X çıxaq Y bərabərdir 8. İndi bu sistem tənliyir. Tərəf-tərəfə toplamaqla həll etsək. Burada Y-lər ixtisar gedəcək. Olacaq 2X bərabərdir 48-ə. X də bərabərdir 24-ə. İndi X-in qiymətini yuxarıdakı ifadədə yerinə qoysaq, buradan Y bərabər olacaq 40 çıxaq 24, o da bərabərdir 16-ya. Deməli, bizdə X-in qiyməti oldu, X-in proton sayı oldu 24, Y-in proton sayı oldu 16. İndi XO4 2 mənfidə, deməli, biz XO4 2 mənfidə elektronların sayını hesablayaq. X-i tapdıq 24 elektron, oksigen 4 dənədir, hərəsinin 8 elektronu eləcək 32 elektron və 2 elektron da aldığına görə toplayırıq 2 ilə, bizə verəcək 58. Daha sonra YO4 2 mənfidə, Y-i tapdıq 16 elektronu var. Yenə də 4 oksigen hərəsinin 8 elektronu bizə verəcək 32. 2 elektron aldığına görə 2-ni toplayırıq. O da bərabərdir 50-yə. 14-cü sualda bizə dövrü sistemindən 5 hissə verir və burada X, Y elementlərinin əmələ gətirdiyi birləşmədə elektronların sayını və birləşmədə Y-ə uyğun ionun qısa elektron formulunu yazın. Deməli, X elementi yerləşir 2-ci dövr 5-ci qrupda. Ona görə onun deməli elektron konfigurasiyası olacaqdır 1s2, 2s2, 2p3. Deməli, bunun cəmi 7 elektronu var. Yerləşir 2-ci dövr 5-ci qrupda. İndi Y elementinə baxırıq. Y yerləşir 3-cü dövr 2-ci qrupda. Yazırıq 1s2, 2s2, 2p6 və 3s2. Deməli, Y-in də 12 elektronu var. İndi deyir ki, əmələ gətirdiyi birləşmədə elektron sayı. Baxaq, bunlar hansı birləşməni əmələ gətirirlər. Yazırıq X, Y. X yerləşir 5-ci qrupda, Y yerləşir 2-ci qrupda. Deməli, X 3 elektron alacaq, Y isə 2 elektron verəcək. Deməli, bizim formulumuz olacaq X2, Y3. İndi elektron sayılarını hesablayaq. Y-imiz 2 dənədir və daha doğrusu X-imiz 2 dənədir və hər birində 7 elektron var. Yazırıq 2 vuraq 7 üstə gəl. Y-imiz 3 dənədir və hər birində 12 elektron var. Yazırıq 3 vuraq 12. 14-ün üstünə 36 gəlsə eləyəcək 50. Daha sonra deyir ki, Y-ə uyğun ionun qısa elektron formulunu tapın. Baxırıq ki, Y 2 dənə elektron veribdir. Deməli, Y-imizin elektron konfigurasiyası 3s2 ilə bitir və bu Y2 müsbət ion əmələ gələndə 3s2-dəki elektronlar artıq gedir. Ona görə də Y-in qısa elektron formulu qalacaq 1s2, 2s2, 2p6 şəklində. Deməli, qısa elektron formulda olacaq 2s2, 2p6. 15-ci sualda bizə dövrü sistemindən 5 hissə veribdir və deyir ki, elementlərin protonların ümumi sayı 32-dir. X-in sıra nömrəsi və Z-in valent elektronlarını yazın. Fərz eləyək ki, X-in sıra nömrəsi A-ya bərabərdir, yəni proton sayı A-dır. Baxırıq ki, X-dan 1, 2, 3, deməli, X-dan 3 addım sağda Y yerləşir və soldan sağa doğru getdikcə protonların sayı bir-bir artır. Ona görə Y-in proton sayı olacaq A plus 3. Y-in aşağısında Z dayanır və
İkinci dövrdən üçüncü dövrə keçdikdə hər bir aşağıda duran element yuxarıdakından proton sayına görə 8 vahid artıq olur. Ona görə də Z-in proton sayı olacaq A plus 3 plus 8. İndi biz bunları cəmləyib 32-yə bərabərləşdirək. Bu zaman olacaq 3A plus 14 bərabərdir 32-yə. Buradan 3A bərabərdir 18. A da bərabərdir 6-ya. Deməli, X-in sıra nömrəsi 6-ya bərabərdir. Bu zaman Y-inki olacaq 9, Z-inki isə olacaq, deməli, 9 üstəgəl 8, 17. Daha sonra Z-in valent elektronlarının sayını istəyir. Yazırıq Z, sıra nömrəsi 17-dir. 2, 8, 7. Sonuncu energetik təbəqəsində 7 elektron var. Deməli, valent elektronlarının sayı da 7-yə bərabərdir. 16-cı sualda deyir, 4-cü dövrün əsas yarım qrup elementində valent elektronlarının sayı ümumi elektronların 20%-ni təşkil edir. Bu elementin P elektronlarının sayını və elektron olan orbitalların sayını yazın. Baxaq, element nə zaman 4-cü dövrün əsas yarım qrup elementi ola bilər? Bu iki halda ola bilər. Birinci hal o zamandır ki, deməli 1s2, 2s2, 2p6, 3s2, 3p6, daha sonra isə 4s1 və yaxud da ki 4s2 olsun. Ona görə də biz birinci halda 4-cü energetik səviyyədə olan elektronlarına A ilə işarə edək. Bu zaman deməli valent elektronlarının sayı, yəni A 20%-dirsə, yerdə qalan elektronlarımız, yəni 18 elektronumuz bizə verməlidir 80%. Buradan A-nı hesablayırıq. 18 vuraq 20 bölək 80. İxtisar edək, burada qalacaq 4. 9-un 2-yə nisbəti, o da verməlidir 4,5. Elektron sayı 4,5 ola bilməz. Ona görə birinci şərtimiz, birinci hal məsələnin şərtini ödəmədi. İkinci element o zaman 4-cü dövrün əsas yarım qrup elementi olar ki, bu zaman onun 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d10 olduqdan sonra, yəni 3-cü energetik təbəqəsindəki bütün orbitallar dolduqdan sonra, yəni 4-cü təbəqədə də elektronlar olsun. Yenə də A ilə işarə edək və yazırıq ki, A 20%-dirsə, bu zaman 28, 80% olacaq. Buradan A-nı tapırıq. 28 vuraq 20 bölək 80. Buradan tapırıq ki, elektronların sayı olmalıdır 7. Deməli, 4-cü dövrdə 7 elektron yerləşir. İndi açıq şəkildə yazaq elektron konfigurasiyasını, çünki P elektronlarını soruşur. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d10, 4s2 və 4p5 şəklində olmalıdır bizim elektron konfigurasiyası və P elektronların sayını hesablayaq. 6 üstəgəl 6, 12 və 5 dənə də 4p-dəki elektronlar eləyəcək 17, yəni 17 dənə P elektronumuz var. Daha sonra deyir ki, elektron olan orbitalların sayını tapın. Bizim deməli elektronlar olan orbitalların sayını tapmaq üçün gəlin baxaq, burada 4s2, 4p5-dən əvvəlki elektronların hamısı tam dolubdur. Hər bir orbitalda qoşa elektron var və burada deməli bizim 28 elektronumuz var. Bir orbitalda da 2 elektron yerləşdiyinə görə 28-i 2-yə bölsək, tapacağıq ki, 14 orbital bizim 4s2-yə qədər olan orbitallarımızdır. Burada eyni zamanda 4s2-də bir orbital, bir də 4p5-də olan 3 orbitalı da ora əlavə etsək, deməli burada 18 orbitalda elektron var. 17-ci sualda bizə X, Y elementlərini verir. Deyir ki, X-in
İkinci energetik səviyyəsində 7 elektron var. Üçüncü energetik səviyyədə elektronu yoxdur. Yazaq biz belə. X üçün yazırıq 1s2, 2s2, 2p5 yazsaq, ikinci energetik səviyyədə 7 dənə elektron olacaq. İndi Y üçün yazırıq. Y də deyir ki, ikinci energetik səviyyədə 8 elektron olsun, yəni tam dolubdur. Üçüncü energetik səviyyədə də 14 elektron yazırıq. 1s2, 2s2, 2p6. İndi üçüncü energetik səviyyədə 14 elektron olmalıdır. Yazırıq 3s2, 3p6. Üçüncü energetik səviyyədə artıq 8 elektron oldu. Ona görə də biz 4s2 yazandan sonra deməli D-nin üstünə 8, 6 yazmalıyıq ki, üçüncü energetik səviyyədə cəmi 14 elektronumuz olsun. İndi deyir ki, X və Y atomlarında olan S elektronlarının sayını tapın. X-də S elektronlarının sayı 2 üstəgəl 2, 4, 4 S elektronu var. Y-də isə 2, 4, 6, üstəgəl 4S-dəki 2 eləcək 8 dənə S elektronu. Deməli, cavab oldu 4 və 8. 18-ci sualda deyir, XO2 mənfi və XOH2 müsbət iyonlarında deyir, elektronların sayı 76-dır. X-in proton sayını və X3 müsbət iyonda olan D elektronların sayını hesablayın. Əvvəlcə gəlin biz X-in proton sayını hesablayaq. Deməli, bunun üçün yazırıq. Birinci iyonda olan elektronların sayı, yəni X üstəgəl. Oksigen 2 dənədir, hər birində 8 elektron olduğuna görə yazırıq. 8 vuraq 2. Yükü də mənfi olduğuna görə yazırıq üstəgəl 1. Daha sonra ikinci iyondakı elektronları toplayaq. Yazırıq X üstəgəl oksigen 1 dənədir 8. Üstəgəl 1 dənə hidrogenin protonu və yükü də 2 müsbət olduğuna görə yazırıq çıx 2. İndi bunları bərabərləşdirək 76-ya. Buradan biz tapacağıq ki, 2x bərabərdir 52-yə. X da bərabərdir 26-ya. Deməli, X elementinin proton sayı 26-ya bərabərdir. Yazırıq X 26. İndi deməli, birincini tapdıq. Proton sayı 26-dır. İndi X3 müsbət iyon üçün yazaq elektron konfigurasiyasını. Deməli, əvvəlcə yazırıq ki, 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3D, 4S2 və 3D6 şəklində olacaq. İndi yükümüz müsbət 3 olduğuna görə bu X elementi xaricdə olan 3 elektronunu verməlidir. Həmin o 3 elektronun ikisi 4S2-dən gedəcək və 3D-dən də 1 elektron gedəcək. Bu zaman 3D-də 5 elektron qalacaq. Deməli, X3 müsbət iyonunda D elektronların sayı oldu 5. 19-cu sualda deyir, X3 müsbət elektron sayı adı fosfor 15 mənfi 3, elektron sayı A-3-dür. Deməli, biz baxırıq ki, fosfor 15 mənfi 3 iyonunda elektronların sayı olmalıdır 18. 18 elektron var və biz bu elektron sayını A-3-dən işarə eləmişik. Yəni A-3 18-ə bərabərdir. Deməli, buradan A-nın qiyməti olacaq 18 üstəgəl 3, 21. Yəni X3 müsbətdə elektron sayı 21-ə bərabərdir. İndi elektron sayı 21-dir, yükü də 3 müsbətdirsə, deməli X-in protonlarının sayı 24-ə bərabərdir. İndi deyir ki, neytral X atomunda olan kütləşməmiş elektronların sayı. Yazırıq bura X elementi, sıra nömrəsi 24-dür. Yazırıq 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d-ni boş saxlayırıq. Bilirik ki, 24-də istisnadır 4s1. Qalan elektronlarımız isə 3D5-ə keçməlidir. Cütləşməmiş elektronlarımızı istəyir. Bizim 3D5-dəki elektronlarımız bilirik ki, 3D-də elə 5 orbital var və 5 elektronun hamısı tək-tək yerləşəcək. Deməli, burada 5 elektron təkdir. 4s1-də də olan
elektronun biri təkdir. Ona görə ümumilikdə bizim 6 tək elektronumuz olacaq. İndi deyir ki, X-in minimum oksidləşmə dərəcəsini yazın. X 3D5 4S1 elektron konfiqurasiyasına malikdir. Minimum oksidləşmə dərəcəsi bu metal olduğuna görə, yəni D elementlərinin hamısı metaldır. Metal olduğuna görə onun minimum oksidləşmə dərəcəsi də 0-a bərabər olacaq. 20-ci sualda deyir, atomun normal halda elektronlarının energetik səviyyələrdə paylanmasına uyğun olaraq A-nı və B-ni atomda olan elektronların, tək elektronlarının sayını yazın. Deməli, bizə sıra nömrəsi 24 olan xrom elementini veribdir. Biz bilirik ki, xrom elementinin elektron konfiqurasiyasında istisna var. Onun deməli 4-cü energetik səviyyəsindəki 4s1 dolduqdan sonra yerdə qalan elektronlar 3d5-ə keçir və deməli 3d yarım səviyyəsində də bilirik ki, ondan əvvəl deməli 3p6 və 3s2 elektronları var. İndi deyir ki, A-nı, yəni 3-cü energetik səviyyədə və B-ni 4-cü energetik səviyyədə olan elektronları yazaq. Deməli, 3-cü energetik səviyyədə baxırıq ki, 3s2, 3p6, 3d5, yəni burada elektron sayımız olacaq 13 dənə. 4-cü energetik səviyyədə, yəni B isə bərabərdir 1-ə. Daha sonra deyir ki, tək elektronların sayını yazın. Deməli, 3d5-də 5 orbitalın hər birində deməli elektronlar tək-tək yerləşəcək. 4s1-də də təbii ki, elektron tək yerləşəcək. Deməli, tək elektronların sayı da olacaq 6. 21-ci sualda deyir, X elementi maksimum həyəcanlanmış halda sonuncu energetik səviyyədə olan elektronların sayı S yarım səviyyəsində A-dır, D yarım səviyyəsində A+2. Deməli, yadınıza salaq ki, maksimum həyəcanlanmış halda olanda elementin bütün orbitallarında elektronlar tək-tək yerləşir. Onda belə çıxır ki, S yarım səviyyəsində deməli 1 elektron olacaq. Əgər S-də 1 elektron olacaqsa, onda D-də 1 üstə gəl 2, 3 elektron olacaq. Y üçün baxırıq, yenə də maksimum həyəcanlananda S yarım səviyyəsində 1 elektron olacaq. D yarım səviyyəsində isə 1 üstə gəl 1, 2 elektron olacaq. İndi 3-cü dövr elementidir. X üçün yazırıq elektron konfiqurasiyası onda olacaqdır 3s1, 3p3, artıq hamısı təklənibdir, maksimum həyəcanlanıbdır və D yarım səviyyəsində də dedik ki, 3 elektron olacaq. Ona görə yazırıq ki, 3d3. İndi baxaq, deməli bu X elementi yerləşir 7-ci qrupda. Daha sonra Y üçün yazırıq. Y-in deməli yazırıq 3s1, 3p3 və 3d2. Deməli elektronlarını toplasaq baxırıq ki, Y-də yerləşir 6-cı qrupda. İndi deyir ki, X-in baş oksidini yazın. Deməli, X-in baş oksidi yazırıq XO. Elementin baş oksidində, deməli, elementin valenti elə onun yerləşdiyi qrupun nömrəsinə bərabərdir. Yəni, burada elə X-in valenti 7 olacaq, oksigenin də valenti 2-dir. Ona görə çarpaz dəyişirik, formula olacaq X2O7. İndi Y-in hidrogenli birləşməsini yazırıq. Yazaq YH. Deməli, hidrogenli birləşmələrdə deməli, Y baxırıq ki, yerləşir 6-cı qrupda, yəni qeyri-metaldır. 4-cü qrupdan sonra yerləşən elementlərdə elementin hidrogenli birləşməsində valentini tapmaq üçün 8-dən həmin elementin yerləşdiyi qrupun nömrəsini çıxmaq lazımdır. Yəni 8-dən 6 çıxırıq, tapırıq ki, burada Y-in oksidləşmə dərəcəsi yaxud valenti 2-yə bərabər olmalıdır. Hidrogen də bilirik ki, 1-dir. Deməli, bunun hidrogenli birləşməsi olmalıdır YH2 şəklində. 22-ci sualda karbon monoksidin 2 izotopunu verir və deyir ki, bunlardan ibarət qaz qarışığının 11,2 litrinin kütləsi 14,2 qramdır. İlkin qarışıqda CO13 izotopunun mol payını və qarışığın tam yanmasından alınan qaz qarışığının kütləsini hesablayın. İndi gəlin baxaq. Deməli, bizə 2 qaz verir. Karbon monoksid, CO
13 izotopuyla və CO12 izotopuyla. Deməli deyir ki, qaz qarışığının 11,2 litrinin kütləsi 14,2 qramdır. Gəlin baxaq. Deməli, əgər 11,2 litri 14,2 qramdırsa, onun 22,4 litri, yəni 1 molu neçə qram olacaqdır? X-i buradan tapırıq. Deməli, X bərabər olacaq 28,4-ə. Deməli, bu qaz qarışığının orta molyar kütləsi, deməli, M orta bərabərdir 28,4-ə. Deməli, bu iki qaz qarışığından 28,4 olan qaz qarışığı alınıbdır. İndi CO-nun 13 izotopunda MR bərabərdir. Deməli, burada MR bərabərdir 29-a, MR bərabərdir 29-a. CO12 izotopunda isə MR bərabərdir 28-ə. Bu ikisindən istifadə edib 28,4 olan qaz qarışığı alıblar. Deməli, bu zaman nə edirik? 29-dan 28,4-ü çıxırıq. Deməli, bu zaman alacağıq 0,6. 28,4-dən də 28-i çıxsaq alacağıq 0,4. Yəni, bu o deməkdir ki, CO və bu qazları biz götürmüşük 2-nin 3-ə nisbətində, daha doğrusu 0,2-nin 0,3-ə nisbətində. 0,2-nin 0,3-ə nisbətində. İndi deyir ki, ilkin qarışıqda CO-nun mol payını faizlə ifadə edin. Deməli, ilkin qarışıqda mol payımız 0,2 üstəgəl 0,3, cəmi 0,5 mol qaz qarışığımız var. Deməli, bunu götürürük 100%. İndi CO13 izotopunu istəyir. Biz CO13 izotopunu 0,2 mol tapdıq. Yazırıq ki, 0,2 molda X faizdir. Deməli, X-i buradan tapırıq ki, 0,2 vuraq 100 bölək 0,5. O da bizə verəcək, deməli, 40%. 40%. Daha sonra bizdən istəyir qarışığın tam yanmasından alınan qaz qarışığının kütləsi. İndi CO13 izotopunu yandırırıq. Deməli, yazırıq CO üstəgəl oksigen alınacaqdır 2CO2. Deməli, buradan CO13 izotopunu biz götürmüşdük 0,2 mol. Aşağısına yazırıq 2 mol. Alınan CO2-nin isə nisbi molekul kütləsi 44 yox, 45 olacaq. 13 olduğuna görə karbon, ona görə yazırıq 2 vuraq 45. Üstünə yazırıq X qram. X-i buradan tapırıq. Deməli, 9 qram. Daha sonra CO, deməli, 12 izotopunun yanmasına baxaq. Buradan alınacaqdır 2 dənə CO2. Üstünə yazaq Y qram, aşağısına yazaq 2 vuraq 44. Buradan da deməli CO izotopumuz 0,3 mol idi. Aşağısına da yazmalıyıq 2 mol. Buradan Y-i tapırıq. Deməli Y bərabərdir 0,3 vur 2 vur 44. Yəni onu da 2-yə böləndə bizə verməlidir 13 tam. Deməli bizə verəcək 13,2 qram. Deməli, birinci reaksiyamızdan 9 qram, ikinci reaksiyamızdan 13,2 qram CO2 almışıq. Bunun cəmi bizə verəcək 22,2 qram. 24-cü sualda deyir, X elementi cüt elektronlu orbitalların sayı 9, tək elektronlu orbitalların sayı 1. Baxaq, X elementində cəmi nə qədər elektron olar? Deməli, bilirik ki, orbitalların hər birində 2 elektron yerləşir və cüt elektronlu orbitallarımızın sayı əgər 9-dursa, onda X elementində olacaq 9 vuraq 2, 9 vuraq 2 üstəgəl. Deməli, tək elektronlu orbitallarımızın sayı da 1-dir. Ona görə bizim X-da olacaq 18 üstəgəl 1, 19 elektron. Daha sonra Y üçün yazırıq. Y-də cüt elektronlu orbitallarımız 7-dir. Hər birində 2 elektron yerləşəndə yazırıq 7 vuraq 2 üstəgəl. Tək elektronlu orbitalımız da 2 olduğuna görə üstünə 2 gəlirik. Bərabərdir 14 üstəgəl 2
elədi 16. Daha sonra deyir ki, x və y-in əmələ gətirdiyi birləşmənin formulunu yazın. X üçün yazırıq, deməli elektron konfigurasiyası 19-dur, olacaq 2, 8, 8. Deməli burada olacaq 4s1. Yəni x yerləşir 4-cü dövr 1-ci qrupda. Y üçün 16-dır, yazırıq 2, 8, 6. Yəni 3s2, 3p4. İndi yazırıq x və y. Deməli y gördüyümüz kimi elektron mənfiliyi çoxdur. 6-cı qrupda yerləşir və elektron alan tərəf y olacaq. 8 olması üçün 6 elektron var. 8 olması üçün ona 2 elektron lazımdır. Y-də xaricdə olan 4s1-də olan 1 elektronu verəcək. Deməli, formul olacaq x2y şəklində. İndi deyir ki, həmin birləşmənin 0,1 molunda olan elektronların mol sayını hesablayın. Gəlin əvvəlcə x2y-in 1 molunda hələ nə qədər var onu hesablayaq. Deməli, x-imizdə 19 elektron var. 2 dənə x olduğuna görə yazırıq 19 vuraq 2 üstə gəl y-imizdə 16 dənə elektron var. Bərabərdir 38 üstə gəl 16 bizə verəcək 54. Deməli 1 molumuzda əgər 54 elektron varsa və 0,5 molumuzda nə qədər elektron olacaq? Buradan da x-i tapırıq. 54-ü 0,5-ə vursaq bizə verəcək 27.